Deməli uşaqlar, sizlə ç samitinin tələffüzünə baxırıq. Onu deyim ki, birinci, ç samiti yerindən asılı olaraq bəzən k səsini, məsələn, kompüter sözündə, nə bilim, kapitan sözündə, sonra k-nın özün verir, kənd, məsələn. Sonra y verir, məsələn, əməyin deyirsən, əməyin. Sonra c səsin verir, giz. Sözün ortasında iki ç olanda nə baş verir? İkinci c-yə çevrilir. Sonra bir də x səsin verir ki, bu da sözün ortasında və ya da sonunda, özündən sonra samit gələn sözlərdə x səsin verir. Ç səsi hərfi, ç hərfi 5 səs verir. Və bunlardan x səsinin, bir də k səsinin, yəni ümumiyyətlə bu səs, iki səs yazıda hərf işarəsi yoxdur. Sadəcə k ilə ifadə olunurlar. İndi bizə əsas lazım olan testlərdə ən çox düşən məsələlərdən birinə toxunuruq. Sözün ortasında və sonunda k samitinin hansı samitlərə, səslərə çevrilməsi məsələsi. Baxın, əgər milli sözlərimizdirsə və bir hecalı deyil, çox hecalılardırsa, ən az 2 hecadan ibarətdirsə, bunlar fərqli tələffüz olunur. Bir hecalılar, məsələn, baxın, tək, tük, yük, ondan sonra kürk. Baxın, türk olsun, türk. Bu sözlər bir hecalıdırlar deyə, yəni bir saitdən ibarətdirlər deyə bunlar fərqli tələffüz olunmur ki, olduğu kimi tələffüz olunur. Bir də baxaq görək, bəs fərqli tələffüzdə necə olur? Əgər ki, samiti sözün sonunda gəlibsə uşaqlar və özündən sonra sait varsa, sait fərqi yoxdur. Bu şəkilçi də ola bilər uşaqlar, söz də ola bilər, saitlə başlayan söz də ola bilər, şəkilçi də ola bilər. Məsələn, tutaq ki, götürək kəpənək. Buna, məsələn, deyək kəpənəyin saitlə başlayan şəkilçi qoyaq. Və yaxud da deyək çörək evi. Baxın, saitlə başlayan söz, saitlə başlayan şəkilçi. Hər ikisində k y-ya çevrilir. Olur çörək evi tələffüzdə, kəpənəyin, y, kəpənəyin. Şəkilçi olanda özdə uşaqlar nə baş verir? Yazıda da kəpənəyin sözü, bax, yazını belə yazırsan yazanda. İn deyil bu. Sait varsa yazıda, yəni daha doğrusu saitdir və eyni zamanda şəkilçidirsə, birləşik yazırsa, elə yazıda da y-ya çevrilir, tələffüzdə də y-ya çevrilir. Bir sözlə, sözün sonunda milli sözlərimizdə, çox hecalı və milli sözlərimizdə k-dan sonra sait varsa, y-ya çevrilir. Bəs birdən sözü tək versə, ya samitlə versə uşaqlar, məsələn, tutaq ki, kömək sözün tək verib. Kömək. O zaman sən deyirsən ki, kömək ix-ə çevrilir. Bu zaman k bərabərdir, daha doğrusu bərabərdir ix samitinə. Tək halda veriləndə kömək sözü çevrildi, oldu kömək. Yəni heç bir söz sadəcə kömək sözü verilib. Başqa heç bir özündən sonra şəkilçi və söz yoxdur. Oldu kömək, ix-ə çevrildi. Və samit gələndə yenə ix-ə çevrilir uşaqlar. Məsələn, k çevrildi ix-ə. Samit gələrsə. Məsələn, tutaq ki, deyirəm ki, kəpənəkli. Kəpənəkli. Şəkilçi gəldi və yaxud da deyirəm ki, əmək təlimi. Əmək təlimi. Söz gəldi, fərqi yoxdur, eynidir. Söz də, sait də, daha doğrusu söz də, şəkilçi də saitləndirsə y, samitləndilərsə ix-ə çevrilir. Olur kəpənəkli. Kəpənəkli. Bu şəkildə əmək təlimi olacaq nə? Əmək
Təlimi. Çünki özündən sonra nə gəldi? Samit gəldi. Bura qədər yəqin aydın oldu. İndi bəs baxaq görək. Baxaq görək. Axı hər zaman belə olmur. Bəzən olduğu kimi qalır. Bu nə zaman olur? Adətən alınmalarda olur. Hə uşaqlar, mələkdir, fələk sözləri də alınmadı, amma məsələn mələyim deyirsən də, fikir versən rahatca çevrilir. Alınmalarda adətən çevrilmir, amma mələkdir, fələkdir bir istisna hal kimi çevrilirlər. Baxın, məsələn, müştərək sözünü götürək. Bu sözləri sizə videonun altından qayda şəklində yazıb göndərəcəm sizə. Müştərək. Sonra deyək mübarək. Mübarək. Təbrik. Əmlak. Sonra deyək təbrik, mübarək, əmlak, müştərək, babək. Bax, belə sözlərdə adətən məsələn müdrik sözü də var. Müdrik. Bax, belə sözlərdə iştirak sözü də var məsələn. Bunların siyahısını göndərirəm sizə. Bunlarda olduğu kimi qalır. İstəyirsən sait qoy, istəyirsən samit qoy. Fərqi yoxdur uşaqlar. Olduqları kimi tələffüz olunur. Bəzən mənə mübahisə gedir, nə? Biz babəyin deyirik. Olsun da siz deyirsiniz. Ola bilər hansısa bölgədə belə deyilir. Amma babək olduğu kimidir. İstəyirsən babəkin denən, istəyirsən babək gəldi denən. İxə və y-yə çevrilmirlər. Bəs müəllimə, biz çaxışarıq axı alınma ilə milli sözü ayırd eləməkdə. Ən rahat üsul. Uşaqlar, siz bura sait artırın. Onda rahat seçəcəksiniz. Hansı çığlar y-ya çevrilirsə sait artıranda. Çünki ixin biraz tələffüzü uşaqlar bəzən qəbul eləmirlər. Amma y rahatdır da. Hansı ki y-ya rahat çevrildi, deməli milli sözümüzdür. Ona çığdan sonra samit gəlirsə ix kimi tələffüz eləyin, çığdan sonra sait gəlirsə y kimi tələffüz eləyin. Amma hansı ki həmin çığdan sonra sait artıranda olduğu kimi qalır, deməli bunlar alınmalardır və hər zamanda çı olduğu kimi qalır. Məsələn, tutaq ki deyək çiyələk. Çiyələk alınmadır yoxsa millidir bilmək üçün bura bir dənə siz saitlə başlayan çəkilti artıran kimi nə olacaq? Çiyələyin, çiyələkin demirsiniz ki, çiyələyin deyirsiniz. Deməli bu alınma yox, milli sözüymüş. Amma desən ki, iştirak, deyirsən ki, iştirak etdim. Olduğu kimi qalacaq. Siz bəyəm deyirsiniz ki, iştirak etdim. Müdriyin deyirsiniz. Babəyin olmaz. Babəkin, müdrikin, əmlakin, təbrikin, mübarəkin, müştərəkin. Yəni, olduqları kimi tələffüz olunacaqlar. Bax, bu da bizim çı samiti. Bir də çı samitinin sözün ortasında var. Konkret sözün ortasında uzatmırıq. Başqa heç bir qaydası yoxdur. Əgər sözün ortasında çı samiti varsa və özündən sonra belə deyək də, özündən sonra sait gəlibsə, çı olduğu kimi, samit gəlibsə, çı ixə çevrilir. Məsələn, deyək, məktəb. Baxın, çıdan sonra nə var sözün ortasında? T. O zaman nə baş verir? Çı ixə çevrilir. Məktəb. 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 Bu qaydanı da sonra öyrənəcək də p-nın b-yə falan. Məktəb. Amma desəm ki, çökək, baxın, çıdan sonra nə var? Sait var. Bu zaman nə baş verir? Çı olduğu kimi çı qalır. Çö-kə. Amma bura nə ayırd eləyirik? Sözün sonundakı çı qaydası, yəni xə. Çökəyin dediyimizə görə, deməli, tək gəldiyi halda söz ixə çevriləcək. Çökək olacaq. Bax belə. Qaldı ki, bilirsiniz ki, sözün ortasında iki qoşa çığlar gələndə ki, bunu digər qaydada izah eləyəcəm. Sək, məsələn, kiz. İki çığ gələndə nə baş verir? Sək, giz deyə tələffüz olunur. Bir də sözün o əvvəlində
Özündən sonra məsələn kapitan deyək. Kapitan. Adətən bu da Avropa mənşəli sözlərdədir. K səsinin verməyi bunu çətin deyil. Dilimizdə K səsində problem olmayacaq. Çünki K-nı bilirik də nə vaxt K tələffüz olunur. Kapitan özündən sonra qalın sait varsa çıxıya, amma kənd deyirsən, kələm deyirsən, özündən sonra incə sait varsa Ç-ya. Amma bu qaydanı əzbərləməyə ehtiyac yoxdur, olmadığını düşünürəm. Çünki bunlar rahatdır, hansısa bir testə düşəcəyini də düşünmürəm. Çünki kapitan demirsən ki, qələm demirsən ki, onlar rahat dilimizdə var deyə düşəcəyini düşünmürəm. Bu qədər. Bu da bizim Ç-ya aid qaydamız, əsas düşən testlərdə düşən mövzular.